Sarı gəlinin dönüşü. O, illərlə sükutun və torpağın bağrında gizlənən kədərin səsi idi. Dillərə dastan, sarı gəlin, necə illərdir işğal altında qalan qədim tarixi torpaqlarımızın itkin düşmüş ruhu idi. İgid oğullarımızın, canından keçən qəhrəman şəhidlərimizin polad iradəsi və qanı ilə suvarılan bu uca qələbə nəhayət ki onu yurduna, yuvasına geri qaytardı. Rəsm əsərinə baxarkən, onun hər addımında bu möhtəşəm qayıdışın şahidi oluruq. Sarı gəlinin gəlişi ilə dağların arxasından möhtəşəm bir gün doğur. Onun qızılı şəfəqləri ətrafa yayıldıqca, o gözəl, bərəkətli təbiətimiz birdən-birə aydınlanır. Sanki hər şey onun gəlişini gözləyirmiş kimi, atdığı hər addımda əynindəki donu günəş kimi saralıb alovlanır. Bu alovlu parıltı illərin qaranlığını bir andaca yox edir. Torpaq oyanır, yamyaşıl vadilər rəngbərəng çiçəklərlə bəzənir. Günəş tək yanan donu, yenidən dirçələn tarixi mədəniyyətimizin və gələcəyimizin rəmzi kimi parıldayır. Lakin bu aydınlığın içində dərin bir mənəviyyat var. O, sağ əlində tutduğu qara kəlağayısı ilə bu torpaqlarda canından keçən, Azərbaycan tarixinə adlarını əbədi qəhrəman olaraq yazdırmış şəhidlərimizin yasını tuturdu. O, kəlağayı keçilən çətin yolların, verilən müqəddəs qurbanların unudulmaz ehtiram rəmzidir. Sarı gəlin üzündəki o masum təmizliyi, eyni zamanda duruşundakı əzəmətli, məğrur görüntüsü ilə Azərbaycan xanımlarının nə qədər önəmli və güclü olduğunun simasıdır. Artıq bu gözəl vətənimizdə hər şey yenidən başlayır. Qara kəlağayının daşıdığı o müqəddəs kədər artıq bu torpaqların zəfər tarixinə möhürlənir. Şəfəqlər içində parlayan, donu bir məşəl kimi alovlanan sarı gəlinin gəlişi ilə yurdumuz çiçəklənir, gözəlləşir və əbədi baharına qovuşur. Saçın ucu